Cənab baş leytenant, sizə bir də sualım. Sizin bu komandanın dəyişilməsinə münasibətiniz? Mən kadro ofisiyəm. Tezə qurtarmışam. Gəlmişəm. Mənim üçün vahid komandalıq lazımdır ki, mən onun əmrini yerinə yetirəm. Komandanın dəyişilməsi, dəyişilməməsi bizim üçün fərq olmamalıdır. Komandirdir, Paşinyansızsa Paşinyansın. Bir adamın ihtiyacı yoxdur ki, komandanın sözü bir söz dikə eləsin. Komandir təzə gəlib, prikazlara, əmrlərin yerinə yetirmək bizim haqqımızdır. Vətəni qorumağa buyururuq. İcazə ver bir sual verin. Buyurun. Bu vaxta qədər irəlilənməməyin səbəbi 2 əməliyyat olub Suda uğrunda baş tutmayıb. Bunların səbəbi siz necə görürsünüz, nədə görürsünüz bu səbəbi? Bunu səbəb odur ki, vaxtında qüvvələr öz yerini tutmuyor, bizə köməyə gəlmir. Vaxtında. Əməliyyat düz hazırlanıb, əla hazırlanıb. Amma bəzi çaslar, bəzi batalyonlar vaxtında gəlib öz yerini tutmuyor, bizi oradan kömək etmiyor. Niyə görə? Çünki orada qruppalar səzdamt olmuşdu, qruppalar yaranmışdı. O qruppalar gəlib yerini tutmalıdır. Mən bilmirəm hansı qruppadan, amma bizə dadaş qoyanda dedilər ki, o qruppalar gəlib oranı tutmalıdır. Niyə görə? Çünki olub, məsələn, müqavimət göstərən ermənilər çox olublar. Ona görə də o qruppalar oraya gəlib sıxa bilmir. Qiyas bəy. Sizin yeni dəyişiklikdə münasibətiniz komandira qarşı? Mənim komandirə qarşı münasibətim, əvvəlki komandirə münasibətim çox gözəl, çox müsbət. Ancaq bu komandiri mən tanımıram hələlik. Mən elə gəlir ki, əməliyyatların bu vaxtında komandiri dəyişmək düzündür. Çünki təzə komandirimiz gəlib bütün pozisiyalarını tanış olunca istər-istəməz müəyyən bir vaxt keçəcək. Bu da bizim əməliyyatların geri düşməsinə səbəb olur. Əvvəlki əməliyyatların baş tutmasının səbəbi? Əvvəlki əməliyyatlar müəyyən ki, baş tutub. Siz nə deyə bilərsiniz münasibətə, komandanın dəyişilməsinə? Mən münasibətim çox pisdir. Səbəb? Ona görə ki, aşkında atlar dəyişmirlər. Tembol müharibənin bu qızğın vaxtında komandiri dəyişmək özünüz bilirsiniz ki, nə demək. Əməliyyatın baş tutmamasının səbəbi? Hansı əməliyyat? Axırıncı İkinci Suzdağ əməliyyatın. Yəni burada irəliləmək olur. Texnikanın olmaması. Ancaq bundan. Bəli. Briqadanın dəyişməsinə mən münasibətim yaxşıdır. Ona görə ki, indiki dövrdə biz ancaq olan sağlam qüvvələrini cəmləşdirib fəallıqla müdafiəsi ilə məşğul olmalıyıq. Çətin dövrdə mən onu müsbət qiymətləndirmirəm. Dağbəy bir sual da verir. Son əməliyyatların da irəliləmə olmuyor. Belə çıxır ki, baş tutmada güyəndə sual budur. Nə tür fikirləşsən, hakimlə mübarədə fikirləşsən. Fikirləşim əməliyyatların tam başa tutmağının əsas səbəbi odur ki, əməliyyat axıra qədər tam hazırlanmayıb, batalyonlar tamamilə orada öz qüvvəsinin səmərəli istifadə eləmirlər, özü texnikanın çatışmamalıdır. Bir də kəşfiyyatın zəif olması, belə şeylər, bu səbəblərə görə əməliyyatlar baş tutmalıdır. Tam axıra qədər əməliyyata hazırlanmamanın komandirinin günahıdır, yoxsa batalyon komandirlərinin? Orada elə hamının günahı olur. Salam aleyküm. Bağışlayın ki, sizin söhbətinizə qarışdıq. Ancaq bizi bir sual maraqlandırır. İndiki vəziyyətdə komandirlərin dəyişilməsi. Necə baxırsınız buna Vaqif bəy? Vallahi bu Müdafiə Nazirinin öz işidir. Biz ona nə deyə bilərik ki, biz kimi ki, nə deyə? Müdafiə Nazirinin əmridir. Vaqif dayı, köhnə komandirdən. Bəli, köhnə komandir az əməyə olmayıb, çox əməyə olub bizim üstümüzdə. O pis acınacaqlı vəziyyətlərdə o kişi həqiqətən torpaqların qorunmasında, saxlanmasında bizim üzerimizdə yüksək rəhbərliyi olur. Heç kim onu nə bitirə bilər, nə də danışa bilər. Vaxtı cəmaatlardan çox razıdır. Bəli, o adamlar hamımız razıdır. Adım bəs sizin fikriniz? Deməli, mənim fikrim belədir ki, mən hərbiçiyəm, batalyon komandiriyəm. Müdafiə Nazirinin əmri müzakirə olunmur. Əgər məsləhət belə olsa, deməli, əl vurulub təzə komandirdən işləmək lazımdır. Təzə komandirdən söhbət getmir. Köhnə komandirə. Köhnə komandir haqqında mən heç nə deyə bilmirəm. Çünki hərbiçi idi, komandir briqadiya idi, əmri verdi və biz də əmrləri yerinə yetirirdik. Bu qədər. Yenə bir sual. Axırıncı iki əməliyyatda irəliləyişin olmaması.
Axırıncı iki əməliyyatda deməli reaksiyon olmaması əsas onunla bağlı idi ki, deməli dəqiq bizdə kəşfiyyat işləməmişdi. Onların deməli o döyüş mövqelərini tam müəyyənləşdirməmişdilər. Ona görə də olurdu hərbidə onlar. Olmaz ki. İki dənə məğlubiyyət olmuşdu. Məğlubiyyət deyəndə şey elə bir məğlubiyyət olmamışdı. Elə bir balası idi ki, indi müharibədə hərbidə itki olar. O elə qəbul sayılır. Üstün. Bunu deyə bilər ki, erməninin qüvvələri bizim o istiqamətdə həddindən artıq qüvvəlidir, çox ora yığışıblar. İndi hava şəraiti də o məmləkətdə hava şəraiti pis oldu, tuman oldu, o dağlar. Elə biz kəşfiyyatdan xəbərimiz olmadı. Ümumiyyətlə, adiləşmək demişkən, bizim ata-babalarımızın, ata 41-45-də mənim bütün atam, əmim, dayım, hamısı müharibədə qalıb qırılıb. İtki verməklə vətəndən geliş çəkilmək olmaz. Çox sağ olun. Çox sağ olun, sağ olun.